Salam əziz izləyicilər. Bu gün mən sizə uşaqlıq boyunu xəstəlikləri haqqında məlumat vermək istəyirəm. Xüsusən də uşaqlıq boyunu xərçəngi haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, bu xəstəlik çox geniş yayılmışdır. Lakin onun diaqnostikasının aparılması erkən müddətdə biraz çətinlik törədir. Çünki erkən müddətdə adətən əlamətlər vermir, lakin onu biz müayinə zamanı aşkarlaya bilirik. Çox ehtiyatlı olmaq lazımdır. Çünki erkən müddətdə əgər cinsi əlaqədən sonra siz qan görürsünüzsə və yaxud da cinsi əlaqə ağırlı olursa və yaxud da postmenopazal dövrdə qan axma müşahidə edirsinizsə, qanın miqdarı az da ola bilər. Qan az miqdarda gəlirsə və yaxud da pelvik nahiyədə, yəni çanaq nahiyəsində ağrılar varsa, yenə də ehtiyatlı olmaq lazımdır. Mütləq həkimə müraciət etmək lazımdır. Ağırlaşmış dövrdə, yəni gecikmiş, irəliləmiş dövrlərdə isə ayaqda ödem ola bilər və yaxud da nəcisdə, sidikdə qan görə bilərsiniz. Belə hallarda da təcili olaraq həkimə müraciət etməlisiniz. Onu nəzərə almaq lazımdır ki, uşaqlıq boynu xərçəngi əsasən insan papilloma virusu dediyimiz virus tərəfindən törədilir. Ona görə də mütəmadi olaraq həm insan papilloma virusunun, eyni zamanda da paptest adlandırdığımız histoloji müayinə ilə uşaqlıq boyunun mütəmadi, yəni 3 ildən bir kotest, yəni HPV virusuna, eyni zamanda da uşaqlıq boyunun pap testinin aparılması mütəmadi olaraq həyata keçirilir. Əgər uşaqlıq boynu xərçənginin diaqnostikası erkən müddətdə aparılarsa, onun müalicəsi 90% hallarda aparıla bilər. Yəni gecikmiş hallarda isə müalicə bir qədər çətinlik törədir. Yəni daha çox cərrahi müalicə aparılmalıdır. Ondan sonra ehtiyac olur ki, kimyəvi terapiya və yaxud da şüa terapiyası aparmağa ehtiyac yaranır. Ona görə də əziz izləyicilər, mütləq vaxtında müraciət edin və mütəmadi olaraq testləri, yəni kotest, pap test, human papilloma virus, yəni insan papilloma virus infeksiyasının vaxtında aşkarlanması müayinələrini mütləq edin və unutmayın ki, ildə bir dəfə ən azı ginekoloji müayinələrdən keçməlisiniz. Əziz izləyicilər, sizdə də bu problem haqqında suallarınız yaranarsa, şərh bölməsində suallarınızı verin. Bu və ya digər ginekoloji problemlər haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, kanalımıza abunə olun.